İlk olaraq hansı hüquqi aktları arzudan keçdik, onunla bağlı danışaq. Birincisi, Azərbaycan Respublikasının Konstitusiyası. Azərbaycan Respublikasının Konstitusiyasını qəbul edir xalqımız. İkincisi, referendumla qəbul olmuş aktlar, başqa adına biz buna deyirik, referendum aktı, bunu da qəbul edir xalqımız. Sonra keçdik biz sizə qanun. Qanun qəbul olunur Milli Məclisimiz tərəfindən. Dördüncüsü, fərman. Fərman qəbul olunur Azərbaycan Respublikasının Prezidenti tərəfindən. Beşincisi, qərar. Qərar qəbul edir Azərbaycan Respublikasının Nazirlər Kabineti. Və altıncısı, normativ hüquqi akt. Onu isə qəbul edir Mərkəzi İcra Hakimiyyəti orqanları. Mərkəzi İcra Hakimiyyəti orqanları deyiləndə nazirlik, komitə və ona bərabər tutan digər dövlət qurumları nəzərdə tutulur, dəyərli yoldaşlar. Gəlin, biz bu arzuları danışaq. Konstitusiyamızdan başladıq, referendum haqqından bağlı danışdıq. Sonra biz qanunvericilik hakimiyyətindən bağlı danışdıq, Milli Məclis qanun qəbul edir. Sonra icra hakimiyyəti orqanına bağlı danışdıq, prezidentimiz fərman qəbul edir. Sonra Nazirlər Kabinetindən bağlı danışdıq, qərar qəbul edir və Mərkəzi İcra Hakimiyyəti orqanları tərəfindən normativ hüquqi aktlar. Uyğunluğu müəyyən edir dedikdə nə başa düşülür? Bu, qeyd etdiyim hüquqi aktların uyğunluğuna bağlı. Belə ki, dəyərli yoldaşlar, yadda saxlayın ki, Azərbaycan Respublikasında nə qədər hüquqi akt varsa da, hər biri konstitusiyamıza uyğun olmalıdır. Fərqi yoxdur. Yəni, referendumla qəbul olmuş aktlar, qanun, fərman, qərar, normativ hüquqi aktların hər biri konstitusiyamıza uyğun olmalıdır. Yəni, aşağıda qeyd olunanlar yuxarıdakılara uyğun olmalıdır. Ox çəkilən yuxarı məlumatınız olsun. Referendum aktı konstitusiyaya olmalıdır. Qanunlar həm referendum aktına, həm də konstitusiyaya uyğun olmalıdır. Fərman həm qanuna, həm referendum aktına, həm də konstitusiyaya uyğun olmalıdır. Qərar həm fərmana, həm qanuna, həm referendum aktına, həm də konstitusiyaya uyğun olmalıdır. Belə ki, normativ hüquqi aktlarda hansı ki, Mərkəzi İcra Hakimiyyəti orqanları tərəfindən qəbul olunur, uyğun olmalıdır qərara, fərmana, qanuna, referendum aktına və konstitusiyaya. Nə olursa olsun, hansı hüquqi aktla bağlı danışsaq, ilk öncə o konstitusiyaya uyğun olmalıdır. Məsəl üçün, belə bir sual verərlər ki, Milli Məclisin qərarları